Qanunla qərarın fərqi nədən ibarətdir? Dövlət qulluğunun müsahibə mərhələsində, xüsusilə də son dövr müsahibələri üçün ən aktual suallardan biri də məhz bu sualdır. Əgər siz də dövlət qulluğunun müsahibə mərhələsinə hazırlaşırsınızsa, o zaman bu videonu sona qədər izləyin. Tutaq ki, Milli Məclis hər hansı bir vəzifəli şəxsin ombudsman seçilməsi ilə bağlı qərar qəbul etdi. Qəbul olunmuş bu qərar yalnız həmin vəzifəli şəxsə aid olmaqla və yenə yalnız ona əhatə edir. Müvafiq qərar qəbul olundu, şəxs ombudsman seçildi, məsələ də bununla yekunlaşdı. Həmin şəxsin qərar əsasında ombudsman seçilməsi o demək deyil ki, həmin şəxs hər gün ombudsman seçiləcək. Bu bir dəfəlik məsələ idi və bununla da yekunlaşdı. Qanunların qərarlardan əsas fərqi onların daha ümumi olmasıdır. Belə ki, qanunların tətbiq və icrası qərarlardan fərqli olaraq yalnız bir və yaxud da bir qrup şəxs üçün deyil, ümumilikdə bütün vətəndaşlar, icra, qanunvericilik və məhkəmə hakimiyyətləri, bələdiyyələr və hüquqi şəxslər üçün məzmunludur. Eyni zamanda qanunlar yalnız Milli Məclis tərəfindən qəbul olunduğu hallarda, qərarlar Milli Məclislə yanaşı Nazirlər Kabineti tərəfindən də qəbul oluna bilər. Bu izah videolarını çəkərək nəzərinizə çatdırmaq istəyirik ki, bizim dərslərimizdə heç bir müddəa özündən oxunmur. Hər bir müddəa praktiki misallar əsasında sadə və anlaşılıqlı şəkildə izah olunur. Məhz bu səbəbdən deyirik ki, bizimlə əzbərləyərək deyil, anlayaraq öyrənin və müsbət nəticə əldə edin.